Ağdağ Natural Gips suvağının baş sponsorluğu, Bağdan məhsullarının rəsmi sponsorluğu və Bergamot ətirli beta çaylarının sponsorluğu ilə Məryəm serialı başladı. Sağ ol Nesbə xala. Nəsə olub qızım? Nesbə xalam, mən Bu nədir? burada Nuray haqqında hər şey yazılıb. Sən bunu hardan tapmısan? Əşi, fərqi nədir Nesbə xala? Əsas odur, indi sizin əlinizdə Nurayın kim olduğunu sübut eləyən kağız var. Axı mən sənə demişdim ki, mən heç kimə heç nəyi sübut eləmək istəmirəm. Xala, siz nə edirsiniz Nesbə? Nereye? Ne oldu? Azər, mən Nesbə xalaya məktub gətirmişdim. Burada da Nuray haqqında hər şey yazılıb. Nermin, ben sana ne demiştim ha? Dememişim benim aile meselelerime karışma ha? Azər, mən... Sakit. Demiştim ya yok. Eğer bu mevzuda danışacaksansa xahiş ederim gelmesen yaşlı çık git. Nermin, xahiş ederim çık git.
Necəsən Məryəm? Kimsiz? Otur maşına rahat danışaq. Sözünüzü deyin. Otur maşına, sənə sözüm var. Sağ olun. Məryəm, sənə deyiləcək vacib sözüm var. Ne inirsiniz? Siz deli olmusunuz? Məryəm, mən sənin atamın köhnə dostuyam. Onun haqqında sənə söz deməyə gəlmişəm. Otur maşına. Yaxşı, nə sözünüz var burada deyin. Sən heç bilirsən ki, Uzatmayın. sənin atan özünü öldürməyib. Necə? Sən heç bilirsən, atan necə ölüb? Yəqin anan sənə yalan danışıb. Nə demək istəyirsiniz? Mən heç nə istəmirəm. Mən yalnız sənə həqiqəti demək istəyirəm. Atom özünü öldürməyib. Onu öldürürlər. Kim? Bax, onu anamdan sorursan yaxşı olar. Sizin dediyiniz bir kəlməyə də inanmıram mən. Onda get, bir daha anamdan soruş. Yaxşı? Nuray. Bayaq Nərmin anama bir məktub gətirmişdi. Deyir, orada sənin haqqında nəsə yazılıbmış. Nə məktub? Özü bilməməzliyə vurma. Bəxtin gətirdi ki, anam o məktubu cırıb. Oxuya bilmədim. Nəsibə xala cırıb məktubu. Hə. Özün də deyirsən ki, Nəsibə xala məktubu cırıb. Səncə mənə aid orada nəsə bir şey olsaydı Nəsibə xala cırardı onu? Azər, nə olub? Hə? Nə baş verir? Neynəmişəm mən sənə? Elə bir soruşursan da neynəmsən, hə? Evdəki vəziyyəti görmürsən, Nuray? Mən hər şeyi çox yaxşı görürəm də, bilirəm də. Amma sən məndən nə istəyirsən bilmirəm. Nuray. Bırax qolumu. Hava almaq istəyirəm. Allah mənə şərif ver. Allah xeyir eləsin. Ay Məryəm, gəl. Mən gedirdim elə, sən gəldin. Ana dayan, sözüm var. Nəsə olub? Atamı kim öldürüb? Bu nə sualdır Məryəm? Sənə kimsə nəsə deyib? Deməli düz deyirəm də, hə? Başa düşmədim. Bu neçə ili sən belə yalanla necə yaşamısan? Mən başa düşə bilmirəm, hamınız sözləşmisiniz ki, Məryəmi bədbəxt eləyək. Sən atamın ölüm səbəbini niyə gizlətmisən? Məryəm, kim deyib sənə bu sözləri? Vidadi? Nə fərqi var? Vidadi deyər. Ondan çıxar belə boş-boş sözlər. O deməyib. Eybi yox. Qızım, inanma. Belə sözlərə sən inanma. Ana, uzatma da. Sualıma cavab verəcəksən ya yox? Qızım, mən gecikirəm, vacib işim var. Elə gedirdim, sən gəldin. Qulaq asma. Yaxşı, get. Onsuz da öyrənəcəm kim deyib. Məryəm, boş söhbətlərə inanma. Mən getdim. Ağlamadan Nərmin. Mənim heç kimə pisliyim dəyməyib. Kim dedi axı deyib? Azər elə qovdu ki, mən elə bir düşməniyəm. Qələt elədi o. Sakitləş də Nərmin. Sənlə bağışlayı, səni də başı ağrıtdı.
Nə baş ağırtmağı inanmır. Ürəyin nə vaxt istəyir mənə zəng elə görüşək. Nə vaxt pis oldun, özünü pis hiss elədin, nə bilim. Ürəyin nə vaxt istəsə. Yaxşı, tək ki sən rahat ol. Yaxşı ol. İlkin, Hı? hərdən il darıxıram o günlər üçün. Hansı günlərdə o elə? Hı? Nərmin. Hansı günlərdə? Hələ də hisslərin qalıb mənə qarşı. Nə soruşursan ki? Sən cavab ver. Nə fərqi var? Var da fərqi, sən sualıma cavab ver. Bəs sənin? Mənim Sevmədim. Nə olub Tural? Kamran mənə xəbər verdilər ki, Kamran qaçıb. Necəni qaçıb? Bəs sən hara baxırdın? İndi onu hardan tapaq? Narahat olmayın. Mən Narahatam Tural, narahatam. O adam məni öldürmək istəyir. o sizə heç nə eləyə bilməz. Nəşə belə danışmaq asandır. Asan da olsa da, olmasa da səbirli olmaq lazımdır. Həm də əsəbləşmək yaxşı. Əsəbləşmək neyniyim Tural? Bir də deyirəm, o adam məni öldürmək istəyir. Mən də deyirəm ki, o sizə heç nə eləyə bilməz. Narahat olmayın. Mən onu tapacağam. Diz üstə çöktürüb sizin yanınıza gətirəcəm. O Vidadinin adamıdır. Amma bu işin dalında Vidadi dayanmayıb. Vidadi dayanmayıb. Yoxsa başqa versalar var. Kim? Ağlımda biri var. Kim? Sensin. Gel gel. Alınır deyəsən, hə? Hələ ki, belə də bir irəliləyiş yoxdur Könül. İnşallah düzələrsən. Fikir eləmə. Sən necəsən, yenirsən? Mənəm də. Zaur, olar sənə bir söz deyim? Buyur əlbəttə. Əslində düz eləyirsən, bibimlə evlənirsən. Bilirəm. Niyə dedin ki? Nə bilim, çünki bir yerdə olanda çox xoşbəxt olursunuz, bir-birinizi sevirsiniz. Axır ki, bibim də rahat nəfəs alacaq. Orası elədir Könül, amma mən heç bilmirəm. Mən gəzə bilməsəm bibi xoşbəxt eləyə biləcəm ya yox. Zaur, birincisi gəzəcəksən. İkincisi ki, dərd eləmə bunu özünə. Həm də ki, bibimə sən lazımsan. Zaur, o sənin özünə dəyər verir, qiymət verir. Başa düşürsən? Yəni demək istəyirsən ki, bibim məni ayaqlarıma görə sevmir. Əlbəttə. Nə sən onu, nə də o səni. Bax, Zaur, tutaq ki, bibimin başına belə bir iş gəlsəydi. Sən ondan xoşbəxt olmayacaqdın? Könül Məryəm təki mənimlə olsun.
Həmişə. Mənə artıq heç nə lazım deyil. Bax görürsən, bir-birləri belə fikirləşir. Axır ki, hansısa nağılın sonunda Leyla ilə Məcnun qovuşacaq. İnşallah. İnşallah. Məcnun demiş ki, sənin Məcnunla münasibətlərin necədir? Bu barədə danışmasaq yaxşı olar. Başa düşdüm. Danışmırıq. Zaur, çay gətirim də sənə. Əl olardı. Yaxşı. Hə, yaxşı. Düzdür. Yaxşı, yaxşı. Sonra danışarıq. Zəng eləyəcəm. Nə istəyirsən qızımla? Əvvəla sakit danış. İkincisi də görüm hansı qızdan danışırsan. Sən çox yaxşı bilirsən hansı qızdan danışıram. Mənim neçə qızım var? 2 balam var idi. Birini əlimdən aldılar. Yaxşı, yaxşı. Bəsdir. Ağlama. Məryəm hər şey öyrənib. Necəni? Hər şey öyrənib. Atasının öz əcəli ilə ölmədiyini öyrənib. Onun qətlə yetirildiyini öyrənib. Bunu ona sən demisən? İşim gücüm yoxdur elə. Mən heç kimə heç nə deməmişəm. Başqa kim deyəcək ki? Məni qızımla düşmən eləmişsən. Bayaq 100 dəfə məndən soruşub ki, atamı kim öldürüb? Sən nə dedin? Nə deyəcəm? Dedim ki, boş-boş söhbətlərdir. İnanma o sözlərə. Amma bilirəm ki, Məryəm axıracan gedəcək. Eynən atası kimi. Atası da hər şeydə axıracan gedirdi. Axırda da öz axırına çıxdı. Yaxşı, yaxşı. Gəl belə eləyək. Sakitləş. Əgər o yenə suallar versə, araşdırma aparsa, ona deyərsən ki, Süleymanı Hüseyin öldürüb. Necə yəni? Necəsi yoxdur ki. Əgər istəyirsən qulaqların sakit olsun, peşmançılıq olmasın, deyərsən ki, Süleymanı Hüseyin öldürüb. Mesela. Elə şey olar? Niyə olmur? Sənin başqa yolun var? Yox. Mən... Yoxdur. Demək belə eləyirik. Sən Məryəmə mən dediyimi deyirsən. O da səndən əl çəkəcək. Bildin?
Mən bura niyə gəlmişəm? Olanlara son qoyub sonra gedəcəm. Siz heç narahat olmayın Fəxrəddin müəllim. Mən sizə hər şeyinizdə necə lazımdır köməklik edəcəm. Yaman kömək edirsən. O dəvəki tapşırıqda canım zorla tutardı. Bu səfər isə hər şey tamam başqa cür olacaq. Mən məsələnin necə lazımdır öhdəsindən gələcəm. Əmin ola bilərsiniz. Yaxşı. Amma bu tapşırığı mütləq yerinə yetirilmə. Qızım Zahra görə çox əziyyət çəkir. Buna bir təhər son qoymaq lazım. Deməli belə oldu, değil ki? Yaxşı. Yaxşı ilk. İlkini gözləyirsən? Gözləmə, gəlməyəcək. Başa düşmədim. Siz kimsiniz? Hə, mən kiməm? Mən İlkinin həyat yoldaşıyam. Nə? İlkin evli deyil axı. Hə də, təxmin eləməliydim axı. O hamıya yalan danışır. 100% sənə də yalan danışır. Nəysə. Gəldim sənə deyim ki, İlkindən uzaq dur. Nərmin. Olub. Nə kəsdirmisən buranı? Zərfi siz göndərmisiniz. Tutalım ki, hə. Tutalım ki, hə? Niyə eləmisiniz? Mənim ailəmi dağıtmaq istəyirsiniz? Sənin ailənən mənə nə? Yaxşı, bəs onda məqsədiniz nədir? Məni həbsə saldırmaq istəyirsiniz? Nə gic-gic danışırsan? Siz bilirsiniz, o zərfə görə mənim başım ağrıyacaq, hə? Niyə bunu eləmisiniz? Nə fikirləşmisiniz? Niyə zərfi bizə göndərmisiniz? Yaxşı eləmişəm. Yaxşı eləmisiniz? Bəli, yaxşı eləmişəm. Yaxşı. Onda ehtiyatlı olun. Sən mənə hədə qorxu gəlirsən. Yox,
Sadəcə siz yaxşı eləmisiz. Mən də deyirəm ki, yəni işinizi biləsiz. Mən də bilirəm nə edəcəm. Ne yiyeceksin? Sen olsa da birazdan içeride olacaksın. Hə, hələ onu bilmək olmaz kim içəridə olacaq, kim bayırda. Rədd ol buradan. Rədd ol, gözüm seni görməsin. Bunu siz özünüz istədiniz. Vidadi müəllim. Rədd ol dedim. Meryem belki danışasan ne olup? Beynimdəki suallar mənə dəli eləyir, Zaur. Bence sen şişirdirsen her şeyi Meryem. Nəyi şişirdirəm, görmürsən nə gündəyəm? Görürəm ne gündəsən ama bilmirəm niye. Adama söz deyirsən ki. Mən çox fikirləşmişəm. Və düşündüm ki, bizim evlənməyimiz tezdir. Ne? Bütün günü bunu fikirləşirəm. Niye Meryem, niye? Çünki tezdir. Meryem biz illərlə ayrı qaldıq. İndi səndən aylarla, illərlə cavab gözləyirdim. O cavabı aldım, indi deyirsən tezdir. Yox, Zaur. Mən... Zaur... Denən də, qız denən sözü də kəlbətinlə alım səndən sözü. Mən bir şey öyrənmişəm. Nə öyrənmişsən? Mənim atam özünü öldürməyib. Bunu sənə kim dedi? Deyiblər də. Meryem, sən niyə hər deyilən sözə inanırsan? Başa düşürəm, Allah rəhmət eləsin, amma sənə elə gəlmir ki, sən lap dərin gedirsən. Qoy həyatımızı quraq da, həyatımı qur. Zaur, mən bunları aydınlaşdırmamış. Heç nə eləyə bilmərəm. Söhbət mənim atamdan gedir. Başa düşürsən sən? Akşamın xeyir. Akşamın xeyir. Söhbəti uzatma, keç mətləbə. De görüm, Süleyman hakkında Meryem'e sen demişsən. Niyə soruşursun ki? Bilmək istəyirəm, nə demək istəyirsən? Fikrin nədir? Nə vaxtdan mən sənə hezabat verirəm? Bura bax. Sen benim hayatımı alt üst elədin. İndi de məni zibilə salmaq istəyirsən. Mən bura qızıma görə gəlmişəm. Sən onun vəziyyətini yaxşı bilirsən. Onun durumu sizin həyatınızdan mənə üçün daha olacaq. Onu bu vəziyyətə də gətirən Zaurdur. Zaurun adını ümumiyyətlə dilimə gətirmə. Sen onu heç nə eləyə bilməsən. Başa düşdü məni? Ürəyin doluymuş ki sən. Neyse. Mən gedirəm, gecikirəm. Eşitdin nə dedin? Bir də belə söhbətlərə mənə çağırma. Peşman edərəm səni. Eşitdin məni nə dedin? Nərmin. Niyə telefonlarımı götürmürsən? İşim var idi, təzə bəy. Nə təzə bəy? Deyirəm, telefonu niyə götürmürsən? İlkin, sən xəstəsən? Ya məni gic yerinə qoyumsan? Nə olub yenə? Sən hansı üzlə yığırsan məni, hə? Arvadın oğlu istifadə eləmək istəyirsən məndən? Nərmin, Nə deyəcəksən, nə?
Qulaq as deyim də. İlkin, sən evlisən. Başa düşürsən bunu? Nömrəmi də sil. Bundan sonra nə yığırsan məni, nə də yazırsan mənə. Ayda. Neynəmişəm mən sənə İlkin, hə? Neynəmişəm də sənə? Heç nə eləməmsən, ay Nərmin. Hə. Amma doğrudan sənin bildiyin kimi deyil heç nə. İcazə ver başa salım da. Danışmaq istəmirəm səninlə. Uşaqsan sən Nərmin, qulaq as da. Hə, uşağam. Uşağam ki, sənə inanmışam da. Elə mənə nə olursa əcəb olur. Halal olsun. Yavaş. Ehtiyatlı ol. Bak, ilk addımları attığım vaxt yadıma düşdü. Sen de yaşlaştıkça sentimentallaşırsan ha görürüm. Yaxşı, başqa cür deyərəm. Halal olsun sənin iradənə. Çok sağ ol. İnsan istediği de her şeye nail olabilir. Bir daha sən mənim oğlumsan, ha? Ata sana bir sual vermek istiyorum. Buyur. Süleyman nece ölüb? Bilirsən. Bu hardan yadıma düşdü? Yadıma düştü de. Nece ölüb? Zor. Hamı necə bilirsən mən də elə. Yazık kız indi. Hardan beynine düşüp bütün günü bu barədə fikirləşir. Sən Məryəmə başa sal ki, olan olub, keçən keçib. Daha niyə qurdalayır bu hadisəni? Ona deyiblər ki, güya onun atası özü ölməyib, onu öldürüblər. Gör neçə il keçib hadisədən. Den ona boş versin. Fikir verməsin. Deməli sən heç nə bilmirsən. Mən yox. Amma Məryəmin anası yəqin ki bilir. Ondan sorursun. Soruşub, o da heç nə deməyim. Yaxşı, neyse. İlk addımlar atmağımı təbrik ederim. Salam müdür. Ne lazım da bu? Ala. Bu nədir? Bu maraqlı bir məktubdur. Amma bilirəm sən müdür adamsan, azlıq eləyər. Sənin üçün daha maraqlı bir videom var. Başın xarab olub sən? Hı.
Ağdağ Natural Gips suvağının baş sponsorluğu, Bağdan məhsullarının rəsmi sponsorluğu və Bergamot ətirli beta çaylarının sponsorluğu ilə Məryəm serialı bitdi.